Şagirdlər, bugünkü dərsimizdə buxarlanmanın sürəti, doymayan buxarla bağlı nümunə sualların izahına baxacağıq. Başlayalım birinci sualımızda. Qablarda temperaturları bərabər olan eyni mayelər vardır. Hansı qabda vahid zamanda mayenin tərkibində moleküllərin sayı ən kiçikdir? Mayenin tərkibində moleküllərin sayı asılı idi ən kiçik qabın açıq səthinin sahəsindən. Açıq səthin sahəsi nə qədər böyük olarsa, mayenin tərkibində moleküllərin sayı bir o qədər çox olardı. Nə qədər kiçik olarsa, orada mayenin tərkibində moleküllərin sayı az olacaq. Ona görə doğru cavabımız 3 olacaq A variantı. Jol bölünsün kiloqram ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Bu, xüsusi buxarlanma istiliyidir ki, xüsusi buxarlanma istiliyi 2 bölünsün M-dir. Ona görə xüsusi buxarlanma istiliyin vahidi 1 jol bölünsün kiloqrama bərabərdir. Doğru cavabımız xüsusi buxarlanma istiliyi. Mayenin sərbəst səthinə baş verən buxarlanma ilə gəlmə prosesi necə adlanır? Bu, buxarlanmanın tərifidir. Mayeni buxarlandırmaq üçün lazım olan isti miqdarı mayenin kütləsindən asılıdır. Buxarlanma üçün Q bərabərdir LM düsturundan istifadə edəcək. Q'miz M-lə düz mütənasib asılıdır. Doğru cavabımız Y variantıdır. 90 dərəcə Celsius temperaturu 10 kg suyu qaynatmaq və onun 100 qramını buxara çevirmək üçün nə qədər isti miqdarı lazımdır? Su 100 dərəcə Celsiusdə qaynadığına görə əvvəlcə biz mayeni qızdırmalıyıq. Ona görə Cm delta T qədər enerjiyə ehtiyacımız var. Üstə gəlsin LM iştirik qədərini də buxara çevirmək lazım. Bərabərdir, bərabərdir. C'miz 4200, kütləmiz 10 kiloqram vurulsun, delta T'miz də 100 çıxılsın 90'dır. Üstə gəlsin L'imiz 2,3 10 üstü 6 vurulsun, kütləmiz isə 10 qramdır, 0,1'dir. Bərabərdir. Bu eləyər bizdən ötürü 4,2 vurulsun, 10 üstü 2 burada, 2 burada, 10 üstü 4. Üstə gəlilsin. Bunu da biz 2,3 vurulsun, 10 üstü 5 şəklində yaza bilərik. Daha doğrusu bu 4,2 10 üstü 5, bu da 2,3 10 üstü 5. Bərabərdir, bərabərdir. Eləyər 6,5 vurulsun, 10 üstü 5. 100'ə vurub kilo ilə yazarıq. 650 kilocal. Doğru cavabımız A variantıdır. Sonra gəldik. Eyni kütləli iki mayenin temperaturunun onlara verilən isti miqdarına asılı qrafikləri təsvir olunmuşdur. Mayələrin xüsusi istilik tutumları və xüsusi buxarlanma istiliyi arasında hansı münasibət doğrudur? Deməli, şagirdlər, xüsusi istilik tutumunun düsturu Q bölünsün M delta T'dir. Kütləmiz sabitdir. Kütləmiz sabit olanda bizim C'miz Q ilə düz, delta T ilə tərs asılıdır. Burada müxtəlif mayelərdən gedir, müxtəlif maddələrdən gedir söhbət. Ona görə də biz Q'su böyük olan, baxın, birinci qrafikimizdə Q'miz budur, baxın. Q1'imiz budur. Delta T'miz isə bu parçadır. Yəni, ikincidə isə Q2 budur, qızmaya sərf olunan istilik miqdarı. Delta T'miz isə bu böyük parçadır. Ona görə də bizim C1'imiz C2'dən böyükdür. Xüsusi buxarlanma istiliyi isə Q bölünsün M-dir. M konstantdır, L'imiz Q-dən düz asılıdır. Xüsusi buxarlanmada Q1'ə sərf olunan istilik miqdarı budur, ikinciyə sərf olunan istilik miqdarı isə budur. Q2 Q1'dən böyük olduğuna görə L2 böyükdür, L1 yazırıq. C1 C2'dən böyükdür, L2 L1'dən böyükdür. Daha doğrusu C1 C2'dən, L2 L1'dən. Doğru cavabımız D variantıdır. Növbəti sualımız, sabit temperaturda verilmiş kütlədə doymayan su buxarının həcmini 1,6 dəfə azaltdıqda, artırdıqda sıxlığı necə dəyişər? Sabit temperaturda verilmiş kütləmiz sabitdir, doymayan buxar qaz qanunlarına tabe edir. Rho bərabərdir M böl V düsturuna əsasən kütlə sabitdir, Rho V ilə tərs asılıdır. V-ni 1,6 dəfə artırdığımıza görə sıxlığımız 1,6 dəfə azalar. Doyan buxardan gedir. Sıxlığının mütləq temperaturdan asılılıq qrafiki. Doyan buxarın sıxlığı, konsentrasiyası və kütləsi temperaturla kvadratikə yaxın düz asılıdır. Ona görə də doğru cavabımız C variantıdır. Sabit temperaturda doyan su buxarının həcmini 1,4 dəfə azaltdıqda onun təzyiqi. Deməli, sabit temperaturdan gedirsə söhbət, temperaturumuz sabitdir və doyan buxardır. Doyan buxarda avtomatik təzyiq də sabit olacaq, konsentrasiya da sabit olacaq, sıxlıq da sabit olacaq. Ona görə də həcmi 1,4 azaltdıqda təzyiq dəyişməz. 15-ci sualımız,
Ağzı bağlı qab. Ağzı bağlı qab həcm sabitdir. Həcm sabit olanda konsentrasiya, sıxlıq və kütlə temperaturla kvadratika yaxın düz asılıdır. Ona görə də temperaturu çox olanın konsentrasiyası böyük olacaq. N3 böyükdür, N2 o da böyükdür, N1. N3 böyükdür, N2 o da böyükdür, N1. Doğru cavabımız B variantıdır. 17-ci sual. Hansı üsulla doymayan buxarı doyan buxara çevirmək olar? Böhran temperaturundan aşağı sabit temperaturda sıxmaqla, bəli, bu çevirmək olar. Böhran temperaturundan aşağı sabit temperaturda genişləndirməklə, burada artıq biz genişləndirmə prosesində doyanı doymayana çeviririk. Bizə doymayan buxarı doyan buxara çevirmək lazımdır. Sabit həcmdə qızdırmaqla, bəli, bu da doğrudur. Sabit həcmdə soyutmaqla doymayanı doyana çeviririk. Olacaq doğru cavabımız 1, 3, D variantı. Qapalı qabdakı buxarın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Hansı nöqtəyə uyğun temperatur qabdakı mayenin kütləsi ən böyükdür? Deməli, şagirdlər, A nöqtəsindən C nöqtəsinə qədər həm maye, həm buxar var. C nöqtəsində artıq tamamilə maye buxara çevrilir. Yəni, yuxarı doğru getdikcə buxarın kütləsi azalır. Ona görə də buxarın kütləsinin maksimum qiyməti A nöqtəsinə uyğundur. D variantıdır. Sonra 22. Qapalı qabda qızılan su buxarının təzyiqinin mütləq temperaturuna asılılıq qrafiki verilmişdir. Bu sabit həcmə aiddir. Qrafikimizin AB hissəsi doyan buxardır. Doyan buxarda qaz qanunlarına tabiçiliyimiz yoxdur. Ona görə də sıxlıqdır, konsentrasiyadır və kütlədir. Bunlar temperaturdan düz asılı olacaq. A-dan B-yə temperaturumuz artdığına görə sıxlığımız da artacaq. Yəni B-nin sıxlığı A-nın sıxlığından çox olacaq. BC hissəsi isə doymayan buxardır. Doymayan buxar qaz qanunlarına tabidir. Həcm sabitdirsə sıxlığımız da sabit qalacaq. Ona görə də C nöqtəsinin sıxlığı B nöqtəsinin sıxlığına bərabərdir. Ona görə də ρC bərabərdir ρB, o da böyükdür ρA. Doğru cavabımız A variantıdır. 26-cı sual. Koordinatlarında doyan su buxarının halının dəyişməsi təsvir olunmuşdur. AB keçidi zamanı doyan buxarın təzyiqi və kütləsi necə dəyişər? Deməli, temperaturumuz sabitdir. Temperatur sabit olduğuna görə doyan buxardan gedir söhbət. Ona görə bizim təzyiqimiz sabit olacaq. Və sıxlığımız da sabit olacaq. Ona görə təzyiq dəyişməz variantını götürəcək. Kütlənin düsturu isə ρV-dir. Həcmimiz artır, sıxlıq sabitdir, demək ki, kütlə də artar. Ona görə də buxarın təzyiqi dəyişməz, kütləsi artar. Doğru cavabımız D variantıdır. Əgər mayenin kütləsini soruşsaydı, azalar yazardıq. 37-ci sual. Doyan buxar üzərində gedən AB və AC prosesləri uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. Deməli, AB hissəsində təzyiq sabitdir. Təzyiq sabitdirsə, demək temperatur sabitdir, konsentrasiya sabitdir, sıxlıq sabitdir, konstant. AC hissəsində isə həcm sabitdir, həcm konstant. Həcmimiz konstantsa təzyiqdir, sıxlıqdır, konsentrasiyası. Bunlar temperaturdan düz asılıdır. Gələk indi cavablarımıza. Deyək ki, sıxlığı artır. Sıxlıq artacaq ancaq AC hissəsinə. Gedəcək bir bura. Ondan sonra molekuların orta kinetik enerjisi dəyişmir. Bu temperatur sabit olan hissəyə, yəni AB hissəsinə aiddir. Gedəcək 2 bura. Sonra kütləsi artır. Daha doğrusu tərsinə yazdıq şagirdlər. AB birinci hissədədir. Birinci sualımız deməli aid idi AC-yə. 1 getdi bura, 2 getdi bura. Kütləsi artır, hər ikisinə aiddir. Çünki burada da bizim ρV-mizdir. Burada həcmin artması hesabına artır. Burada da temperaturun artması hesabına artır. Ona görə kütləsi artır, gedəcək ortaya. Molekuların konsentrasiyası dəyişmir, olacaq AB-nin. 4 olacaq bunun. 2, 4, 1, 3. Doğru cavabımız B variantıdır. 43-cü sual. Qapalı A qabında ideal qaz, B qabında isə maye və onun üzərində onu doyan buxarı vardır. Temperatur artırdıqda baş verən hadisələr üçün uyğun bəndləri müəyyən edin. Burada həcmimiz sabitdir. Temperatur artarkən burada kütlə dəyişməyəcək. Yəni ideal qazda kütləmiz sabit qalacaq. Amma burada buxarın kütləsi temperatur artdıqca artacaq, sıxlıq artacaq. Ondan sonra konsentrasiya artacaq, təzyiq artacaq. Burada isə sadəcə təzyiq artacaq. Sıxlıq, konsentrasiya, kütlə sabit qalacaq.
Kütləsi dəyişmir, aiddir ideal qaza. Kütləsi artır, aiddir doyan buxara. Sıxlığı dəyişmir, aiddir ideal qaza. Molekula orta kinetik enerjisi artır, hər ikisinə aiddir. Çünki temperaturdan düz asılıdır, 4 getdi ortaya. Sıxlığı artır, aiddir doyan buxara, 5 də getdi bura. Deməli, 1, 3, 2, 5, 4. Doğru cavabımız B variantıdır. Silindirdə porşenin altında olan buxarın izotermik genişlənməsi zamanı halının dəyişməsi təsvir edilmişdir. AB və BC hissələrində buxarın konsentrasiyası. Deməli, AB hissəsi doyan buxardır. Doyan buxar. Doyan buxarın təzyiqi sabit qalıbsa, konsentrasiyası da sabit qalacaq. BC hissəsində isə, BC hissəsi isə doymayan buxardır. Doymayan buxarda konsentrasiya həcmdən tərs mütənasib asılıdır. Həcmimiz artdığı üçün konsentrasiyamız azalar. Ona görə AB hissəsi dəyişməz, BC hissəsi azalar olacaq. D variantı. Sonra növbəti sualımız. VT koordinatında doyan buxar üzərində gedən proses verilmişdir. Koordinatlardan hansı proses bu prosesə uyğun gəlir? Baxıram ki, temperatur sabitdir və doyan buxardan gedir söhbət. Demək ki, sıxlığımız da sabit olacaq. Ona görə də sıxlığın sabit olduğu variant A və C variantıdır. Və həcmimiz azalır. Həcmin azalması da A variantıdır. Ona görə doğru cavabımız olacaq A variantı. 62-ci sual. Doyan su buxarının təzyiqinin həcmindən asılılıq diaqramında nöqtələrə uyğun temperaturları müqayisə edin. Baxın şahidlər, 1-2 keçidi zamanı görürəm ki, təzyiq sabitdir. Və söhbət doyan buxardan gedir söhbət. Təzyiq sabitsə, demək temperatur sabit olduğu üçün təzyiqimiz sabitdir. Ona görə də T1 və T2 temperaturları bərabərdir. 1-3 prosesində isə həcm sabitdir. Həcm sabit olanda təzyiqlə temperatur kvadratikə yaxın düz asılıdır. Təzyiqimiz artdığı üçün temperaturumuz artacaq. Yəni 3 bunlardan böyük olacaq. Ona görə də doğru cavabımız olacaq C variantı. Gəldik növbəti sualımıza. Deyir ki, bir nöqtəsinə uyğun buxarın kütləsi 20 qram olarsa, iki nöqtəsinə uyğun suyun kütləsini müəyyən edin. Deməli, buxarın kütləsi burada nə qədərdir deyir? 20 qramdır. Düzdürmü? İndi bizdə birinci prosesimiz, bura hardasa 1A prosesi deyək. 1A prosesi izoxor prosesdir. İzoxor prosesdə bizim sıxlığımız 3 dəfə artıb. Və M bərabərdir rho V düsturuna əsasən buxarın kütləsi sıxlıqla düz asılıdır. Sıxlığımız 3 dəfə artdığına görə kütlədə 3 dəfə artacaq. Yəni buxarın kütləsi A nöqtəsində olacaq neçə qram? 60 qram. Düzdürmü? Oldu 60 qram. İndi gəlirəm 2 nöqtəsinə. 2 nöqtəsində isə yəni A və 2 keçiddən baxıram. A2 keçidi. A2 keçidində bu səfər sıxlıq sabitdir. Gördüyümüz kimi qrafikdən və kütlə yenə də M bərabərdir rho V düsturuna əsasən V ilə düz asılıdır. Yəni indi bizim həcmimiz 3 dəfə artdığına görə, kütləmiz də 3 dəfə artacaq. Yəni 2 nöqtəsinə uyğun buxarın kütləsi artıq olacaq neçə qram? 180 qram. 180 qram. İndi baxın, əvvəlcə buxarın kütləsi, başlanğıcında buxarın kütləsi 20 qram idi. Son anda buxarın kütləsi oldu 180 qram. Yəni buxarın kütləsi nə qədər artdı? M buxar 2 çıxılsın M buxar 1 qədər. Bu olacaq bizdən ötürü 180 çıxılsın 20, yəni 160 qram. Buxarın kütləsi 160 qram artıbsa, maye buxara çevrildiyinə görə mayenin kütləsi M mayemiz olub M1 çıxılsın 160. Yəni mayenin kütləsi 160 qram azalmışdır. Bizə də suyun kütləsini istəyir. Deyəcək 160 qram azalmışdır. Buxar 160 qram artdığına görə maye 160 qram azalmalıdır. Çünki maye buxara çevrilmə prosesi baş verir. Növbəti sualımız, qapalı qalda su buxarının izotermik sıxılması prosesi diaqramda verilmişdir. Qrafikin bir nöqtəsinə uyğun buxarın kütləsi 300 qramdır. Burada 300 qramdırsa buxarın kütləsi, burada da 300 qramdır. Niyə? Çünki bizim 1-2 keçidimiz doymayan buxardır. Doymayan buxar. Doymayan buxarda da kütlə sabit qalır. Yəni kondensasiya başlayacaq 3V-dən. 3V-dən V-yə gələndə
M bərabərdir buxarın kütləsindən rho V düsturunda. Buxarın sıxlığı dəyişməyəcək. Çünki 3-2 prosesi doyan buxardır. Doyan buxarda sıxlıq sabit qalmalıdır. Onda buxarın kütləsi həcmdən düz asılıdır. Buxarın kütləsi 3 nöqtəsindəki buxarın kütləsi 2 nöqtəsindəki buxarın kütləsindən M buxar 2. 3 dəfə az olacaq. Yəni, artıq buxarın kütləsi olacaq 300 bölünsün 3 olacaq 100 qram. Mayenin kütləsini istəyir bizdən. Mayenin kütləsi də bərabərdir. M buxar çıxılsın M buxar 3. Yəni 300 çıxılsın 100 o da eləyəcək 200 qram. Yəni artıq 3 nöqtəsində mayenin kütləsi olacaq 200 qram. Hansı temperatura hidrogen qazını mayeye çevirmək olar? Çevirmək olarsa böhran temperaturdan kiçik. Əvvəlcə -240-ın üzərindən 273-ü gəlib Kelvin tapacaq. O eləyəcək bizdən ötürü 33 Kelvin. İndi 33 Kelvindən kiçik temperaturlarda, 33 Kelvindən kiçik temperaturlarda, elə böyük yazdım. Kiçik temperaturlarda çevirmək olar. İndi 33 Kelvindən kiçik, orada doğru cavabımız olacaq A variantı. Sonra mayenin sıxlığın temperaturundan asılılıq qrafiki. Böhran temperaturu üçün sıxlığın qrafikini yadınızdasa belə çəkmişdik. Mayenin sıxlığı azalırdı, bura maye yazmışdıq. Buxarın sıxlığı artırdı, burada doyan buxar yazmışdıq. Doyan buxar. Bizdən mayenin istəyir, ona görə qrafikin bu hissəsinə baxacaq. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımız, yer səthindən hansı yüksək suyun qaynama temperaturu daha aşağı olar? Atmosfer təzyiqi hündürlük artdıqca azalır. Temperaturumuz isə qaynama temperaturu təzyiqlə düz mütənasib asılıdır. Atmosfer təzyiqi ilə hündürlüklə tərs asılıdır. Ona görə də ən yüksək hündürlükdə qaynama temperaturu ən aşağı olacaq. Doğru cavabımız Y variantıdır. Dördüncü sual. Verilmiş temperaturda havanın nisbi rütubəti 60%, mütləq rütubət 30 qram olarsa, həmin temperaturda doyan su buxarının sıxlığı. Nisbi rütubətin düsturu rho bölünsün, rho 0 vurulsun 100%'dir. Bax, mütləq rütubət budur. Bu mütləq rütubət. İndi bizdən rho 0 istəyir. Rho 0'da doyan buxarın sıxlığıdır. O da rho bölünsün, fi vurulsun 100'dür. Bərabərdir. Rho'muz 30'dur. Fi'miz 60'dır. Vurulsun 100. O da eləyər 50 qram bölünsün kub metr. Doğru cavabımız D variantıdır. Havanın nisbi rütubəti 100% olduqda psixometrin quru və nem termometrin göstərişləri arasındakı fərq. Quru və yaş termometrlər bir-birinə bərabər olanda nisbi rütubətlik 100% olurdu. Ona görə də quru ilə yaşın arasındakı fərq 0'a bərabərdir. Doğru cavabımız A variantıdır. 19-cu sual. Psixometrin quru termometri 14 dərəcə Selsi, yaş termometri isə 8 dərəcə göstərir. Demək ki, T quru çıxılsın, T yaşımız bərabərdir. 14 çıxılsın 8, 6. Gəlirik cədvəldən şahidlər 6'nı tapırıq. Sonra quru termometrin göstərişi görürsünüz. Burada quru termometrin göstərişi 14'ü tapırıq və 14 ilə 6'nı kəsişdiririk. 14 ilə 6'nın kəsişməsi 42%'dir. Ona görə doğru cavabımız olacaq 42%. Verilmiş temperaturda havadakı su buxarının parsial təzyiqi 20% artdıqda nisbi rütubəti necə dəyişər? Bizim nisbi rütubətimiz parsial təzyiq bölünsün doyan buxarın təzyiqi vurulsun 100%'dir. Və fi'miz P ilə düz asılıdır. 20% artma 1,2 dəfə artmadır. Bu 1,2 dəfə artarsa fi'miz də 1,2 dəfə artar. Doğru cavabımız B variantıdır. Nisbi rütubətlər arasındakı əlaqə bu şəkildədir deyir. Yaş termometrin göstərişi. Yaş termometrin göstərişləri fi ilə düz asılıdır. Fi'miz necə asılıdırsa, yaş termometrin göstərişləri də o cür asılı olacaq. Yəni, yaş termometrin göstərişi nə qədər çox olarsa, rütubətlik bir o qədər çox olar. Ona görə də doğru cavabımız olacaq B variantı. Gəldik 34-cü suala. İki otaqda yerləşən psixometrlərin, termometrlərin göstərişləri təsvir olunmuşdur. Otaqlarda havanın temperaturları və nisbi rütubətlər arasında hansı münasibət doğrudur? Otağın temperaturu quru termometrin göstərişidir. Ona görə də otaqların temperaturları bərabərdir variantlarına baxacağım. Digər variantları siləcək. Gəlirik. Birinci otaqda yaş termometrin göstərişi quruya daha yaxındır. Demək ki, burada rütubətlik daha çoxdur. Yəni, fi birimiz fi 2'dən daha böyük olacaq. Ona görə T1 T2 bərabərdir, fi 1 də fi 2'dən böyükdür. B variantı olacaq doğru cavabımız. Gəldik 35-ci suala.
Havadakı su buxarının parsial təzyiqi eyni temperaturdakı doyan su buxarının təzyiqindən 60% azdır. Havanın nisbi rütubəti nəyə bərabərdir? Yəni, biz düsturumuzu belə yazacağıq. P böl P0 vurulsun 100%. Deməli, bizə deyir ki, parsial təzyiqdən 60%, daha doğrusu doyan buxarın təzyiqindən 60% azdır. Havanın nisbi rütubəti nəyə bərabərdir? Deməli, mən P0-dan 60% çıxacam. Yəni 0,6 P0 çıxacam. Neçə eləyəcək? 0,4 P0 eləyəcək. Gətirib indi düsturda yerinə yazılır. 0,4 P0 bölsün P0 vurulsun 100%. Bu da eləyəcək bizdən ötürü 40%. Doğru cavabımız A variantıdır. Su buxarının izotermik genişlənməsi prosesi diaqramında verilmişdir. Qrafikin A nöqtəsinə uyğun havanın nisbi rütubəti fi olarsa. Bax, bu hissələrdə nisbi rütubətliyimiz 100%-dir. Yəni, burada nisbi rütubət dəyişməyəcək. A nöqtəsində fiyə bərabərdirsə, burada bir dənə C nöqtəsi yazsaq, C nöqtəsində də nisbi rütubətimiz fiyə bərabərdir. Artıq C-dən B-yə gəldikdə, CB prosesi, artıq mənim yazdığım CB prosesidir. Fi'nin düsturunu belə yazacaq. P bölünsün P0 vurulsun 100%. İndi bizim P0'ımız dəyişmir, amma P'miz və yaxud da bunu belə yazaq. Belə yazaq, fi bərabərdir, rho böl rho 0 vurulsun 100% yazaq. Onun da yerinə M böl V yazaq. Mütləq rütubətin yerinə vurulsun 100%. Yəni, bizim nisbi rütubətimiz artıq V ilə necə asılı olacaq? Tərs asılı olacaq. 3V0-dan 6V0-a gəldikdə həcmimiz 2 dəfə artıb. Həcm 2 dəfə artıbsa, onda nisbi rütubətimiz 2 dəfə azalacaq. Ona görə B nöqtəsinə uyğun rütubət olacaq fi böl 2. Doğru cavabımız A variantıdır. Növbəti sualımız, temperaturda deyil nisbi rütubət 60% olarsa, havadakı su buxarının parsial təzyiqini paskallarla hesablayın deyir. Deməli, mən temperaturu verib T bərabərdir 300 Kelvin. B bərabərdir rho RT bölünsün M düsturundan istifadə edə bilərəm. Mənə rho lazımdır. Rho da fi vurulsun rho 0 bölünsün 100'dür. Bərabərdir. Fi'miz 60'dır. Rho 0'ımız 3 vurulsun 10 üstü mənfi 2'dir. Bölünsün 100. İndi gətirib yerinə yazsaq. 60 vurulsun 3 vurulsun 10 üstü mənfi 2 bölünsün 100 vurulsun. R'imiz 8'dir. T'miz 300'dür. Və M'imiz də 18 vurulsun 10 üstü mənfi 3'dür. Deməli 18'lər getdi. Buradan nə qaldı başqa? Sonra 1-0 buradan gedər. 1-0 buradan gedər. 10 üstü mənfi 1, 10 üstü 1 edir. 10 üstü 2, 24. Doğru cavabımız olar. 24 vurulsun. Burada nə qaldı? 10 üstü mənfi 1. 10 üstü mənfi 1. Buradan da 10 üstü mənfi 3. 3 müsbət 3 olaraq çıxacaq. 100. 2400 Pascal. Doğru cavabımız olacaq 2400 Pascal. Sonra 47-ci sual. Uyğunluğu müəyyən edin. Doyan buxarın təzyiqin həcmindən asılılıq qrafiki. Bax, 0-1 prosesində təzyiq sabitdir. Demək ki, temperatur sabitdir. Konsentrasiya sabitdir. Sıxlıq sabitdir. Gəlin 0-1-ə baxaq. Buxarın temperaturu artır, yanlışdır. Azalır, yanlışdır. Dəyişmir, doğrudur. C variantı. Buxar molekülünün konsentrasiyası artır, yanlışdır. Buxar molekülünün konsentrasiyası dəyişmir, doğrudur. Y variantı. Sonra gəlirəm 0-2 prosesinə. 0-2 prosesi həcm sabitdir. Həcm sabitdirsə, təzyiq artırsa, temperatur da artır, konsentrasiya da artır, sıxlıq da artır. Hətta kütlə də artır. Gəlin baxaq. Buxarın temperaturu artır, bəli, A variantı. Buxarın molekülün konsentrasiyası artır, D variantı. Və nəhayət 0-3 prosesinə gəldik. Yenə də həcm sabitdir. Burada təzyiq azaldığı üçün temperatur azalır, konsentrasiya azalır, sıxlıq azalır. Burada da variantlarda buxarın temperaturu azalır, B variantı uyğundur. Doğru cavabımız C, Y, A, D, B. 10-cu sual. 1-2-3 nöqtələrinin sıxlıqlar. Deməli, şagirdlər, bax, bura bir dənə A nöqtəsi yazıram. Bir A keçidi doymayan buxardır. Doymayan buxar. Burada kütləmiz sabitdir. Kütləmiz sabit olduğuna görə rho bərabərdir M böl V düsturuna əsasən rho ilə V tərs asılıdır.
1-dən A-ya gələndə, yəni bizim rho birimiz rho A-dan kiçik olacaq. Çünki həcmi azaldırıq, həcm azalında sıxlıq artır. Sonra A2, 3 keçidləri isə doyan buxardır. Doyan buxar. Doyan buxarda isə sıxlıq dəyişmir, sabit qalır. Ona görə də A-nın sıxlığı həm 2-yə, həm də 3-ə bərabərdir. Demək ki, rho 1 kiçikdir rho 2-dən, o da bərabərdir rho 3-ə. Doğru cavabımız olacaq bu şəkildə. Növbəti sualımız. Sabit temperaturda qapalı qabdakı buxarın kütləsinin həcmindən asılı qrafik verilmişdir. A nöqtəsinə uyğun buxarın molekullarının konsentrasiyası N0 olarsa, B və C nöqtələrinə uyğun buxar molekullarının konsentrasiyası nəyə bərabər olar? Deməli, buxarın kütləsinin həcmindən asılılıq qrafiki verib AB hissəsi. AB hissəsindən mən baxıram ki, M bərabərdir rho V düsturuna əsasında M ilə V düz asılıdır. Demək ki, rhomuz sabitdir. Bu artıq bizdən ötürü doyan buxardır. Rho sabitdirsə, demək ki, konsentrasiya da sabitdir. Ona görə də A nöqtəsinin konsentrasiyası NA N0-dırsa, onda B nöqtəsində konsentrasiyası elə nəyə bərabərdir? N0-a bərabərdir. İndi gəlirəm BC keçidinə. BC keçidinə baxıram ki, kütlə sabitdir. Kütlə sabitdirsə, onda rho bərabərdir M bölü V düsturuna əsasən həcm artırılsın, sıxlığımız azalacaq. Və yaxud da N bərabərdir böyük M bölünsün V düsturuna əsasən konsentrasiyasının həcm tərs asılıdır. Ona görə də C nöqtəsinin konsentrasiyası B nöqtəsinin konsentrasiyasından az olacaq. Gəlin burada həcmi tapaq. Buradakı həcmi hər birinə V0 desək, bura 2V0 olacaq, bura 3V0 olacaq, bura 4V0, 5V0, 6V0, 7V0, 8V0. İndi gəlin baxaq. B nöqtəsinə uyğun həcmimiz 4V0-dır, C nöqtəsinə uyğun 8V0-dır. Yəni gəlin bunu belə yazaq, daha aydın olsun. Yazıram ki, NB bölünsün NC bərabərdir VC bölünsün VB. NB'miz N0'dır, NC'ni bilmirik. VC bizdən ötürü 8V0'dır, o birisi isə 4V0'dır. Eləcə 2. Onda NC bərabər olacaq N0 bölünsün 2. Yəni doğru cavabımız olacaq N0 bölünsün 2. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın. Şərh bölməsinə də harda çətinlik çəkirsinizsə, orayla bağlı suallar yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.